Deməli, bir izləyicimin xahişi ilə sizin üçün bu cür toxucu burluğu hazırlamaq qərarına gəldim. Hazırlamaq istəyənlər mənimlə birlikdə başlaya bilərsiniz. Amma ondan əvvəl abunə olub kanalıma dəstək olmaq üçün bəyənməyi unutmayın. Yorumlarda da necə alındığını, sizinkinin də necə görsəndiyini yazmağı unutmayın. Bunun üçün bizə incə İp lazımdır. İnce iplərdən çox qəşəng çıxır. Alize yarına cinsdən yoxladım. Xoşum gəlmədi. Qalın oldu. Bu Alize Diva'dır. Bu ondan da incədir. Amma hansı ip olduğu yadımda deyil. Bizə lazımdır mil. Məndə 2 nömrədir. Bir cüt diş çöpü, burluq asılqanı və 2 ədəd muncuq. Bu dəfə ipimin rəngində seçmişəm ki, daha estetik görsənsin. Düzdür, bunun içində xırda simlər olduğuna görə milvari də buna çox yaraşır. Başlayaq. Başlayıq ilk öncə ipimizlə 20 ilmək toplayırıq. Burada siz istədiyiniz naxışı da əlavə eləyə bilərsiniz. Və yaxud da 2, 3, 4, 5, bir dəqiqə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Cüt-cüt yığdığımıza görə oldu 20 dənə. Burada siz istədiyiniz naxışı da, hörük də toxuya bilərsiniz. Və yaxud da nəsə istəsəz eləyə bilərsiniz. Mən sadə variantda bir tək, bir düz etmişəm. Bunu da bu cür davam edək. Deməli, bir tərs, bir düz toxuyub, haradasa 10-15 arası sıra toxuyacağıq. Hündürlük nə qədər istəməyinizdən asılı olaraq. Bəlkə kimsə daha da artıq istədi, o onun seçimidir. Mən bunu 10 sıra toxuyum, gəlirəm. Baxın, bu cür 10 cm bir tərs, bir düz toxudum. İstəyən yenə də deyirəm, naxışda toxuya bilər. Bunu qoyuruq hələlik kənara, götürürük bizim muncuqlarımızı və diş çöplərini. Nə edirik? Deməli, silikon tapançamızı qızdırıb hazır qoyuruq və diş çöplərinin uclarını kəsirik bir tərəfdən. Və diş çöplərinin muncuqlarında çox dəliyi böyük olmasın. Bu azacıq artıqdır, amma ki silikon kimi onu saxlayıcı öz ölçüsündə olsa lap ki daha yaxşı olar. Bura azca kley qoyub diş çöpümüzü yerləşdiririk. Burada çalışaq ki artıqları təmizləyək. Burada qalmasın. Baxın belə. Və növbəti diş çöpümüzü də silikonlayaq. Ondan sonra bura taxaq. Bu hissədən çıxmasın çalışın. Belə artıqları da təmizləyək. Baxın, 2 dənə bu cür milimiz alındı. Və sonraki etapımız keçirik tezdən buna. Bu ipi bəlli bir miqdarda kəsirik. Ən yaxşı variant sizin üçün ölçmüşəm. Metr yarım 2 metr arasıdır. Çox götürməyin ki çox böyük olmağına ehtiyac yoxdur. Deməli bunu neyinirik? Bizə lazımdır belə bir çubuq. Onun başqa şey götürməyək. Milimiz bizim dəstəyimizə gələcək. Tuturuq bu cür ipi və başlayırıq dolamağa, yumaq halına gətirməyə. Bu cür bir altdan, bir üstdən
mil sürüşkən olduğuna görə ilk sıralarda çətinlik çəkə bilərsiniz mənim kimi. Sonra hamısı qaydasına düşəcək. Yuxarıdan gətirib aşağıdan qaldıracağıq. Baxın belə ara sıra da döndürürük ki, baxın artıq bəlli olur ki, yumaq halına gəlir. Bir yuxarıdan saxlayırıq, aşağıdan çəkirik. Baxın belə. İpin aşağısı yuxarıdan aşağıdan. Bu cür doluya metr yarım, 2 metrə yaxın ipi buna sərf edirik. Bunu doluyuruq. Gəlirik ki, mən bitirim. Yenidən qayıdacağım. Deməli, sona qədər gəlib çatdıq. Baxın belə. Burada azca qalsa heç bir problem yoxdur. Bu hissədən azca, çox olmasın. Silikon kleyi ilə bu ipi buraya yapışdıraq. Baxın belə. Artıqları təmizləyək. Baxın, belə bir yumağımız alındı. Və keçirik növbəti mərhələyə. Növbəti mərhələdə bu hazır materialımızın yarısını çıxardırıq və ortayacan sökürük. Bir hissəsini milimizin birinə taxırıq. Ehtiyatlı olun ki, sökülməsin. Baxın belə. Gördük. Digər hissəsini də əks tərəfdən o bir milimizə taxırıq. Baxın belə. Alındı. Baxın, burada da yerdə qalan ipi də doluyaq. Gələk çataq buraya. Bunu da birazca bərkidək. Belə. Və bu yumağımıza millərimizi belə taxırıq. Necə durmağını, necə istəyirsiniz, o cür həll edin. Bunu da buradan keçirdək. Baxın belə. Belə. Və buna bu hissədən taxırıq asılqanımızı hazırdır. Bu hissəsinə isə fikirləşdim ki, burada azca silikonlasaq. Bu ipdən taxsaq belə çox qəşəng, çox gözəl görüntü olacaq.
İsteyen herkes özü üçün hazırlaya bilər. Hər iki tərəfi də üzü kimidir. İpi silik olmayanda diqqətli olun. Bir neçə yerdən edin ki, sorum açılmaz.